Rəqsanəm, xoş gördük səni. İstəyirəm ki, bu məsələ ilə bağlı detalları səndən eşidək. Salam Nuraynə, hər vaxtınız xeyir olsun bir daha. Bəli, sizin də vurğuladığınız kimi Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq 8-ci və daha yuxarı sinif şagirdləri üçün peşə seçimi testləri keçirəcək və artıq qeydiyyat prosesi bugün axşam 6-da başa çatacaq. İmtahan isə sabah keçiriləcək və bu imtahanın keçirilməsi əslində nəyə xidmət edir və hansı formada keçiriləcək? Bununla bağlı informasiyaları qonağım Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadədən alacağıq. Xoş gördük Xanlar bəy. Buyurun, təfərrüatlı informasiyaları sizdən əldə edək. Sabahınız xeyir olsun. Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə olaraq peşə seçimi aləti hazırlanıb təqdim olunmuşdu. Bunun mahiyyəti ondan ibarətdir ki, imtahanda iştirak edən şəxs öz bacarığına, biliyinə və şəxsi keyfiyyətlərinə uyğun olaraq onun hansı peşəyə uyğun gəldiyini müəyyən edir. Biz belə suallar əslində tez-tez eşidirik də, mən tutaq ki, hansı peşəni seçməliyəm və yaxud da ki, mənim xüsusiyyətlərim hansı peşəyə uyğundur. Bax, belə məsələləri həll eləmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən bir platforma istifadəyə verilibdir və mütəmadi olaraq mərkəz tərəfindən imtahanlar keçiriləcəkdir. Bu imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilir. Bu testlər 3 hissədən ibarətdir. Bir təfəkkür növləri testidir ki, burada sizin verbal, riyazi bacarıqlarınız ölçülür. Eyni zamanda şəxsi keyfiyyətlər testidir ki, sizin tutaq ki, liderlik, riskə hazırlıq və yaxud da ki, empatiya kimi xüsusiyyətləriniz müəyyən olunur. Üçüncü hissə isə peşə maraqları ilə bağlı olan hansısa bir bəyanatlardır. Siz onları seçirsiniz, bu testdə iştirak edirsiniz və yekunda sizin seçimlərinizə uyğun olaraq nəticələr elektron post ünvanınıza göndərilir. Burada əsas tələb ondan ibarətdir ki, iştirakçı dürüst olsun. Yəni, özü ilə bağlı o xüsusiyyətləri orada dürüstcəsinə cavablandırsın ki, testin nəticələri də daha etibarlı olsun. Bu testlər uzun müddətdir ki, kalibrovkadan keçir, yəni Elm və Təhsil Nazirliyi eyni zamanda Gənclər və İdman Nazirliyinin müxtəlif layihələrində istifadə olunubdur və tam etibarlıdır. 8-ci, 9-cu, 10-cu sinif şagirdləri, hətta 11-ci sinifdə oxuyanlar da bu testlərdə iştirak edə bilər. Şəxsi kabinet yaratmaq lazımdır Dövlət İmtahan Mərkəzinin saytında. Daha sonra isə bizim saytın əsas səhifəsində bir qeydiyyat linki var. Oradan o qeydiyyatı tamamlayırsınız. Axşam saat 6-ya qədər davam eləyəcəkdir. İmtahanın özü isə sabah saat 10-da və 2-də olmaqla 2 növbədə keçiriləcəkdir. Ona görə də mən valideynləri səsləyirəm ki, onlar belə bir alətin varlığından xəbərdar olsunlar, girsinlər, tanış olsunlar onun xüsusiyyətləri ilə və əgər onlarda hansısa bir sual varsa ki, mənim övladım hansı sahəyə, hansı istiqamətə, hansı peşəyə getməlidir, bu testlərdə iştirak edib həmin o istiqaməti müəyyən edə bilərlər. Təşəkkür edirəm informasiyaları ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bir daha xatırladım ki, Dövlət İmtahan Mərkəzi ilk dəfə olaraq peşə seçimi testləri keçirəcək və təbii ki, 8-ci sinifdə eyni zamanda daha yuxarı sinif şagirdləri hansı ixtisası seçməliyəm, hansı peşə mənim maraqlarıma daha çox uyğundur. Məhz bu istiqamətdə suallarına cavab tapmaq üçün məhz bu imtahanlarda iştirak edə bilərlər. İmtahanların ilkin versiyada hər ay keçirilməsi planlaşdırılır və 8 və daha yuxarı sinif şagirdləri də bu imtahanda iştirak edə bilərlər. Və bir növ onlar üçün diaqnostik qiymətləndirmə rolunu oynaya bilər. Məhz onların suallarına və maraqlarına uyğun olan ixtisası tapmaqları baxımından. Çatdıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik önəmli məlumatlar üçün.